Mərkəzin fəaliyyət dövrü ərzində bizim təlimlərdən 900 nəfərdən çox benefisiarlar yararlanıb. Onlardan 2025-ci il ərzində mən sizə rəqəmləri təqdim etmək istəyirəm. 154 nəfər bizim mərkəzdə, yəni paytaxtdakı olan mərkəzdədir. 34 nəfər İsmayılı Dostevi filialındadır. 73 nəfər Qarabağ Dostevi şöbəsindədir. İndi hal-hazırda həm mərkəzdə, həm bizim filiallarda ümumilikdə 300 nəfərə benefisiar bizim təlimlərdən yararlanır. Onlardan indi hazırda 175 nəfər mərkəzdə, 71 nəfər Qarabağ Dostev şöbəsində, 46 nəfər isə İsmayılıda Dostevi filialında təlimləri cəlb olunublar. Ötən il ərzində bizim uğurla bitirən benefisiarlarımıza 166 sertifikat təqdim olunub və ümumiyyətlə bu sahədə bizim benefisiarlara həmçinin də digər nazirlik tərəfindən keçirilən digər bütün proqramlara cəlb edirik. Media nümayəndələrinə mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalının təqdimatı olub. Biz çalışdıq ki, mərkəzin bütün fəaliyyət istiqamətləri bu satış portalı üzrə, yəni heç bir benefisiara diskriminasiya olmadan satış portalı üzərindən xidmətlər həyata keçirilə biləcək. Gələcəkdə bu həm foto təlimləri üzrə, həmçinin də rəqs və musiqi vokal üzrə benefisiarların barədə, yəni onlar barədə məlumatı da bu satış portalı üzərindən siz görə biləcəksiniz. Hazırda portala 250-yə yaxın əl iş yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə həmçinin xüsusi müyəssərlik menüsü quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır. Ümid edirəm ki, gələcəkdə həm satış portalı artıq pilot layihəsi olmadan biz çalışacağıq ki, ölkədə olan digər həssas kateqoriyaları biz əlavə edək. Yəni, onların da imkanları olsun yararlanmaq üçün və gələcəkdə ümumiyyətlə biz hesab edirik ki, bu layihəmiz uğurlu olacaq. Konfransda həmçinin mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib. Tərlan İbrahimova, Elşən Məhərrəmov, NTV Xəbər.